Tapılmayan oğullar, görünməyən məzarlar. Amma hər itkin ailəsi bunu bilir. Ümid heç vaxt tükənmir. Azərbaycanda 4000-ə yaxın itkin ailəsi hər gün bir xəbəri gözləyir. Onlardan biri də Behbudovlar ailəsidir. 33 il əvvəl itkin düşən Abbas Behbudovun izini axtaran ailənin hekayəsi bugün Zəngilan dağlarında davam edir. Bütün bu günləri bayramdır analarımızın, bacılarımızın. Ağam verimdə xahiş amma efirə göndər, bayramları təbrik edirik. Əgər bizdə birlik olmasa da səlma xeyri yoxdur, Allah bizim başımızın üstündədir. Həmişə kömək eləyib eləyəcək. Burada gec-tez var. Zəngilanın Şayıflı kəndinə yaxınlaşdıqca Dilruba ana 33 il əvvələ qayıdır. Bura oğlu Abbas Behbudovun son döyüşdüyü və itkin düşdüyü kənddir. Bu ağır döyüşlərdə yaralandı, itkin düşdü. Tapa bilmədik. Bugün onun digər oğlu və qızı yanındadır. Abbassız bütövləşə bilməyən ailənin son qərinədə yuxuları ərşə, gözləri isə yollara dikilib. Zəngilan dağlarında sən axtarıram, ardasan ayam var. Ana və Paştalyon şeirində deyilir, yerə mi batdı oğlum, göyə mi çıxdı oğlum? Bəlkə də heç əzəldən doğulmamışdı oğlum. Elə o, elə də getdi. O şeiri elə bil ki, mənim üçün yazmışdılar. Orada ağır döyüşlərdə yaralandı mı, itkin düşdü, neysə bu uşaq tapılmadı. Ümidimi üzməmişəm, amma daha səbrim də qalmayıb, deyir Dilruba ana. İndi isə heç bir anaya arzulamadığını özünü arzuluyur. Heç olmasa övladının ziyarət edə biləcəyi məzarını görməyi. Bu bizim itkinlərimiz tapılsın, bu bizim də bir məzarımız olsun. Çox vaxt yoldaşım yatandan sonra durub qapını açırdım ki, birdən oğlum gələr, məni tapmaz, görür, qapı bağlıdır. İndi mən bura onun sorağı ilə gəlmişəm. Deyirəm ki, görüm, mən bu oğlumu bu dağlardan xəbər alım, görüm, harada qaldı. İtkin Abbas Behbudovdan gəlməyən xəbər hər ötən günün səssizliyi ailəni biraz da ümidsizliyə aparır. Hisslərini açıq ifadə edə bilməsə də, ailənin ən əzab çəkənlərindən biri onun uşaqlıq sirdaşı, qardaşı Altay Behbudovdur. Şayıflı bizim üçün buralar doğmadır. Əzizdir, bizim qardaşımız burada döyüşübdür, torpaqlar uğrunda. Gör, 33 ildir. 33 ildir qardaşımızdan hələ bir xəbər yoxdur. Tapılsa nəsə, ümidimiz var ki, sağ olar, ümidimiz bunu gözləyir. Ancaq belə deyək də, indi bilmirik, 33 ildir. İtkin hərbiçinin bacısı Könül Behbudova isə həm də Qarabağ İtkin Ailələri İctimai Birliyinin sədridir. O, bütün itkinlərin həm bacısı, həm qızı, həm də körpələrinin anası sayır özünü. Qardaşımın izi ilə gəlmişik bura. Bəlkə hardasa bir iz taparıq, bəlkə hardasa onun bir nişanəsini görərik. Və mən üzümü tuturam Zəngilan dağlarına və demək istəyirəm ki, əziz qardaşım, mən sənin döyüşdüyün yerə gəlmişəm. Mən səni həmişə axtarıram. Sən bizim qəlbimizdə həmişə yaşayacaqsan. İşğaldan azad edilən ərazilərdən tapılan kütləvi məzarlıqlar itkin ailələrinə az da olsa ümid verib. Son 5 il ərzində 30-a yaxın kütləvi məzarlıq tapılıb ki, nəticədə 200-ə yaxın itkinimizin qalıqları eyniləşdirilərək ailələrinə təhvil verilib. Bugün Azərbaycanda Behbudovlar ailəsi kimi 4000-ə yaxın itkin ailəsi eyni həsrətlə bir xəbəri gözləyir. Ümid dolu gözlərin nə zaman yollardan çəkiləcəyi isə hələ də naməlum olaraq qalmaqdadır. Vurğun Mədətov, Rizvan Əkbərli, İTV Xəbər, Zəngilan.